Paramount studiyası olanda dayanmışıq, bəlkə 500 nəfər adam dayanıb. Bir nəfər yaxınlaşdı mənə ki, sənin tipajın çox fərqlidir, xoşuma gəlir filan. Prodüseram İngiltərədən vizitkasını verdi ki, qalsın burada işləyə bilərik. Belə maraqlı görüşlər oldu orada. Mən ümumiyyətlə Paramount studiyası girəndə həmin o tədbirə elə bilirdilər ki, mən Bakıya gəlmişəm, Zabrat'a gəlmişəm. O xaricdən olan kaskadyorlar o mənlə görüşür, bu mənlə görüşür. Yanımdakı kaskadyorlar baxırlar, deyirlər, sən oradan gəlmişsən, bizdən çox səni tanıyırlar. Jack Chan komandası, nə bilim, Hollywooddan kimsə, oradan, buradan. Sadəcə qalmaq çox baha başa gəlir. Mən ora gedəndə ümumiyyətlə bir neçə yerə müraciət elədim, atqaz elədilər. 6 ay mən pul axtarmışam, evdən, qohumdan, dostdan, oradan, buradan. Biraz düzlük qoşmuşam, o cür getmişəm və fərqlənməklə kursları da bitirmişəm, gəlmişəm. Hollywood'a. Hollywood'a, hə. Elə bil ki, peşəkar Hollywood kaskadyor. Neçənci ildə? 2017-ci ildə. Gəldim, dedim, Azərbaycanda partladacam, DJ-lər ki, kadr yetişib, bizə lazımdır. Hələ orada da öldü söhbət. Necə ki, bu düzdür, Jack Chan'ın film mərkəzində təhsil alandan sonra, komandasına gələndən sonra Mədəniyyət naziri bizə bir xüsusi belə deyək, diqqət göstərdi mənə. Sağ olsun Adil müəllim. Həm də olan radiosunda da iştirak elədim. Özü də baxdı, yaxşı fikirlər də bildirdi. Maraq oldu və səhv eləmirəmsə Vüqar yazdı, dostumuz jurnalist Trendazda. Belə, yəni heç kim yazmadı, heç kimə maraqlı olmadı, yəni belə də söhbət bağlandı.